Havanın uyğunluğuna bağlı gəlin məsələlərə baxaq. İlk öncə belə bir məsələ var. Hündürlüyü 6000 metr olan dağın ətəyində temperatur müsbət 20 dərəcə olarsa, zirvədə temperaturu müəyyən edin. Bunun əslində iki yolu var. Bir tənasüb yolu ilə həll edə bilərik. İlk olaraq bunu başa salım, sonra da digər yolunu başa salacağım. Əgər 1000 metrə biz dediksə 6 dərəcə azalır. 1000-in qarşısına yazırıq 6 dərəcə. Daha sonra hündürlük 6000 metr olduğuna görə 6000 metrin qarşısına da yazırıq x. Buradan 1000x bərabər olur 36000-ə. X-i tapırıq ki 36 dərəcədir. Yəni 6000 metrdə temperatur 36 dərəcə dəyişəcək. Və məsələnin şərtində bizə qeyd eləmişdi ki, dağın ətəyində 20 dərəcədir temperatur. Zirvəsinə doğru deməli getdikcə temperatur azalmalıdır. Çünki demişdik ki, atmosferin aşağı qatlarında temperatur daha çox olur, yuxarı qatlarına doğru temperatur azalır. Yəni hündürlük artdıqca temperatur azalır. Buna görə də biz 20 dərəcədən çıxmalıyıq 36 dərəcəni. O da eləyir -16 dərəcə. Yəni dağın zirvəsində temperatur -16 dərəcədir. İkinci yol isə belədir. İlk olaraq dağı çəkirik, sonra metri və dərəcələri qeyd edirik. Dağın ətəyində 20 dərəcə idi, yəni 0 metrdə 20 dərəcə. 1000 metrdə olacaq 14 dərəcə, çünki hər 1000 metrdə 6 dərəcə azalırdı. 2000 metrdə olacaq 8 dərəcə. 3000 metrdə olacaq 2 dərəcə. Daha sonra 4000 metrdə olur. Artıq burada mənfi olacaq, çünki 2-dən 6 çıxanda -4 eləyir. 5000 metrdə -4-dən -6 çıxırıq. -4 çıxılsın 6 eləyəcək 10 dərəcə. 6000 dərəcədə isə -10 çıxılsın 6 eləyir -16 dərəcə. İndi isə gəlin belə bir məsələyə baxaq. Əslində digər məsələ ilə biraz oxşardır. Sadəcə kiçik bir fərq var burada. Məsələdə deyir ki, hündürlüyü 3000 metr olan dağın zirvəsində temperatur 3 dərəcə olarsa, dağın ətəyində temperaturu müəyyən edin. Yenə də ilk olaraq tənasüb şəklində həll edirik. Hər 1000 metrdə 6 dərəcə azaldığına görə 1000 metrin qarşısına yazırıq 6 dərəcə, 3000 metrin də qarşısına yazırıq x. Və bu tənasübdən x-i tapırıq ki, 18 dərəcədir. Bizə məsələnin şərtində deyirdi ki, dağın zirvəsində müsbət 3 dərəcədir və zirvədən ətəyə doğru gəliriksə əgər, deməli bu zaman üstünə gəlməliyik. Yəni zirvədə 3 dərəcə idisə, biz tapdıq ki, zirvə ilə ətək arasındakı temperatur fərqi 18 dərəcədir. Deməli 3 dərəcənin üzərinə gəlirik 18 dərəcəni, eləyir 21 dərəcə. Bir də gəlin bu üsulla da baxaq həmin məsələyə. Bu üsul məncə daha asandır. Yenə də ilk olaraq dağı təsvir eləyirik. Daha sonra zirvəni 3000 metr vermişdi. 3000 metri yazırıq və vermişdi ki, zirvədə temperatur 3 dərəcədir. İndi isə ətəyə doğru getdiyimizə görə temperatur artacaq. 2000 metrdə olacaq 9 dərəcə, çünki hər 1000 metrdə 6 dərəcə artırdı. 1000 metrdə olacaq 15 dərəcə. 0 metrdə isə olacaq 21 dərəcə. Daha sonra temperaturla bağlı mütləq maksimum və mütləq minimum anlayışları var. Mütləq maksimum temperatur nədir? Yer kürəsində uzun illər ərzində müşahidə edilmiş ən yüksək temperatura mütləq maksimum temperatur deyilir. Ən aşağı temperatura isə mütləq minimum temperatur deyilir. Dünyada mütləq maksimum temperatur Liviyanın Tripoli şəhəri yaxınlığında qeydə alınmışdı. Burada müsbət 58,1 dərəcə qeydə alınmışdı temperatur. Qərb yarımkürəsində isə ABŞ ərazisində ölüm dərəsində müsbət 56,7 dərəcə müşahidə edilib. Mütləq minimum temperatur isə Antarktidada qeydə alınıb, -91,2 dərəcə və bu Yaponiya mütəxəssisləri tərəfindən 2013-cü ildə qeydə alınmışdı. Şimal yarımkürəsində isə Rusiya Federasiyasında Oymyakon şəhərində -71 dərəcə müşahidə edilmişdi. Qeyd elədik ki, yuxarıya doğru qalxdıqca, yəni hündürlük artdıqca temperatur artır, amma bəzi hallarda hündürlük artdıqca temperatur azalır. Buna temperatur inversiyası deyilir. Yəni hündürlüyə doğru qalxdıqca temperaturun artması prosesinə temperatur inversiyası deyilir. İnversiyanın 3 növü var. Oroqrafik inversiya, advektiv inversiya